Heç bilirdiniz İranın ilk, əvvəlin şəhərdarısı Təbrizdə qurulub? Azərbaycan əyalətinin nümayəndələri işləri millətə tapşırmaq üçün şəhər əncüməninin və bələdiyyə idarəsinin qurulmasını təsvib eləmişdir. Təbrizin bələdiyyə idarəsi 1287 Hicri şəmsidə quruldu. Onda hələ İranın şəhərlərinin heç birinin bələdiyyə və şəhər əncüməni yox idi. Qasımxan Vali əvvəlin şəhərdarı Təbriz seçilir və adı tarixdə yazılır. Təbriz şəhərdarısı az zamanda küçələrə daş düzdü və Təbrizi İranın lap təmiz şəhrinə çevirdi. Qasımxan Vali ilk dəfə Təbrizdə Məcidülmülk mağazalarının ətrafında ki indiki Qarı körpüsü tərəfləri olur, telefon mərkəzi və bərq karxanası qurmuşdu və oradan Şeşkilan və ətraf məhəllələrə bərq və telefon çəkmişdi. Döhdür Rizazadə Şəfəq yazır, Qasımxan Azərbaycana çıraq elektrik karxanasını gətirən zaman İstanbulda çıraqları nəftlə yandırardılar. Əvvəlin şəhərdarının Təbrizdə qurulması bu qocaman şəhrin paytaxt Tehrandan nə qədər mühüm olduğunu göstərir.